Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Kiyevdə anım tədbirləri keçirilib. Azərbaycanın Ukraynadakı səfirliyinin və SOCAR-ın Ukraynadakı nümayəndəliyinin kollektivi əvvəlcə Ulu Öndərin səfirlikdəki büstü önünə tər çiçəklər düzüb, dahi liderin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Səfirlikdə keçirilən anım tədbirində Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində göstərdiyi misilsiz xidmətlərindən danışıb. Bildirib ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin taleyinin və gələcəyinin təyin olunmasında həmişə həlledici rol oynayıb. SOCAR Enerji Ukrayna şirkətinin baş direktoru Elçin Məmmədov Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında xidmətlərindən, Azərbaycanda dövlətçilik ənənələrinin formalaşmasında rolundan danışıb. Daha sonra Ukrayna Müsəlmanları Ruhani İdarəsində anım tədbiri keçirilib və ehsan süfrəsi verilib. Bizim Azərbaycan elçiliğinden Ümummilli lider Heydər Əliyevin ruhuna dualar oxunduqdan sonra çıxış edən səfirliyimizin müşaviri Fərid Babayev Ulu Öndərin tarixi nailiyyətlərindən danışıb. Qeyd edib ki, Heydər Əliyev bütöv İslam aləmi üçün böyük lider olub. Ona görə də Ulu Öndər daima müsəlman xalqları tərəfindən anılır, əziz xatirəsi yad edilir. Ukrayna Müsəlmanları Ruhani İdarəsinin sədr müavini Rustam Qafuri isə çıxışında qeyd edib ki, hər il Ukraynada Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı anım tədbiri keçirilir. Heydər Əliyeva. Мы это проводим с молитвами, мы это проводим с Anım tədbirində müqəddəs Qurani Kərimdən ayələr də oxunub. Emir Hüseynli, Realın Ukrayna bürosu.